Rami müəllim, mən özümü nə zaman aciz və hiss edirəm, tam səmimi cavab verəcəm. Biz ürək əməliyyatlarında, özəlliklə ürəkdən çıxan ana damarlarda, ürək çatışmazlığı xəstələrində, ürək qapaqlarının proseduralarında, əməliyyatlarında biz xəstənin ürəyini və akciğerlərini iflic edirik və dolayısıyla kardiopulmonar bypass dediyimiz ürək akciğer aparatına bağlanır, süni qan dövranı. Biz əməliyyatı qurtardıqdan sonra bu ürək canlandığı zaman hissə-hissə aparatdan çıxarkən çox, məsələn, bir xəstəmdə inandırım sizi 7 dəfə böyük fibrilyasiya oldu. Həmin ərəfədə 5-dən sonra fibrilyasiyanı görəndə, düzdür, mən soyuqqanlı bir şəkildə ürəyin üzərinə defibrilyatorla çaxırdım. Amma aciz özümü hiss edirdim və həmin ərəfələrdə mən gerçəkdən Allaha, Peyğəmbərimizə, 14 məsuma, Əhl-i Beytə, imamlarımıza çox təvəssül edirdim. Çox ürəyimin dərinliyində onlardan, yəni onları vasitəçi tutaraq Allahdan bu xəstənin şəfasını istəyirdim. Yaxı, onda mən aciz idim. Aciz olduğum vaxtlar olub. Bunu boynuma alıram. Herkesin bir derdi var, durur içerisinde, durur içerisinde.